Subhanallah. Bu saat hər yerdə belədir. Bizdə yox, bütün demək olar ki, dünyanın hər yerində bu bəlanla üzləşmişik. Allah bizi qorusun, Allah bizi sabit eləsin. Ya məsciddəki imamların çoxusu ya bilərəkdən, ya bilmərəkdən, ya təəssübkeşliyindən, öz məzhəbinə və təriqətinə çox vaxt sünnəyə müxalif olurlar. Və ona görə də xüsusən təravih namazlarında bəzi məsələn müxalifətlər olur. Ona görə məscidi tərk eləmək olmaz. Məscidi tərk eləmək olmaz. Daha əmrlədir ki, daha yaxşıdır ki, məscidə gedəsən və imama nəsihət edəsən. Əlbəttə ki, biz görürük ki, onun faydası olur. Məscidə gedirsən, gözəl əxlaqla, elm öyrənməklə nə qədər şeylər dəyişilir. Yəni bəzən olur ki, onlar da bilmirlər. Yəni onlar məsələn öyrəniblər, elə zənn edirlər ki, bu belədir ancaq. Və yaxud da öz məzhəbinə təəssübkeşliyindən ayrıla bilmir. Amma vaxt keçdikcə düzəlir. Amma məscidi tərk eləmək olmaz. Hətta belə müxaliflər olsa belə deyir, məsciddə getmək lazımdır. Amma məsələn kimsə getməyibsə, ona xavaric demək olmaz. Yəni hər şeyə öz ədalətli adım vermək lazımdır. Amma getmək lazımdır. Yəni o əhl-sünnənin sifətlərindən deyil. Onlar əksinə gedərdilər və o dəvət eləyərdilər və çalışardılar ki, o münkərləri və yaxud da müxalifət olan şeyləri düzəltsinlər və dəvət eləsinlər.